начинаю с 66 вопроса. Ekranı görürsünüz. Texniki heç bir problem yoxdur ki. Müəllimə görürük. Все, çox gözəl. Müəllimə yoxdur. Aha. Biz bu sualları eləmişik. Разве? Ona görə də təkrar eləmişik ya müəllimə. Yox, 66 və 67-yə baxmışdı. Ondan sonrasına baxmamışıq. Görürsən. 66. Хорошо, давайте mövzu olaraq oradan başlayırıq deyə. Давайте 66-dan başlayaq. Еще лучше, да, дальше продолжим. Хорошо? Так, 66-cı sualda на вопрос куда отвечают слова в словосочетаниях. Куда Azərbaycan dilində hara deyə tərcümə olunur və bizdən aşağıda verilən variantlarda hansı söz birləşmələrində hara sualına cavab verən sözlərimiz var, onu tələb edir. Düzgün variantımız olacaq 1-ci və 3-cü. Идти на море, идти куда на море. Bu hissədə bir balaca qarşılıq yarana bilər. Baxın, 2 dənə söz birləşməsi deyirəm sizə. Deyirəm ki, tərcümə etməyə çalışın mənim üçün. Я сейчас на море. Переведите, пожалуйста. Mən indi dənizdəyəm. Aha, indi burada bax bu cümlədə istifadə elədiyim ya сейчас на море. Bu sözümüz hansı suala cavab verəcək? Где? Amma desəm ki, идти на море, я иду на море, отвечает на вопрос куда? Куда? Bəli. Niyə? Çünki bu əslində biraz qrammatik bir məsələdir. Mən demişdim, əgər v və na deyə bir söz önlərimiz var da, onlar bizdə istiqamət, yön bildirə bilərlər və yön bildirdikləri zaman orta cinsə aid olan sözlərimiz dəyişmir. Ona görə görürsünüz, море sözü olduğu kimi qalır. Идти на море, или, например, идти в магазин. Demişdim, kişi cinsinə aid olan söz, orta cinsə aid olan söz və yaxud da cəm formasında olan sözlərimiz dəyişmədiyinə görə burada belə bir nüans yarana bilər. Ona görə xahiş edirəm. Море sözü, məsəl üçün, bax, идти на море отвечает на вопрос куда. Amma əgər bir cümlə içərisində мы сейчас на море, мы купаемся, не знаю, там в море, bu tip nüanslar çıxanda isə yadda saxlayın ki, где sualına cavab verir. Yəni на море sözümüzün kuda sualına cavab verə bilməsi üçün mütləq və mütləq orada bir hərəkət feili olmalıdır. Мы поехали на море. Мы идем на море və s. Mütləq bir hərəkət feili olmalıdır ki, na море kuda sualına cavab versin. Хорошо? Bir də burada 3-cü olacaq, конечно же, отправиться в путешествие, səyahətə yollanmaq. Eyni şeydir, хорошо? То есть имейте в виду istiqamət olaraq, yön olaraq отправиться в путешествие. Одеться красиво. Что значит одеться красиво? Gözəl geyinmək. Gözəl geyinmək, хорошо. Одеть, надеть. Nitq səhvi olaraq qarşımıza çıxa bilər. Nəyə diqqət yetirməliyik? Помните? Biri öz üzərindədir, biri də kimsə geyindirməkdir. Хорошо. İndi biri deməyək də, anar hansıdır? Надеть себя, одеть кого-то. Молодцы, да, хорошо. Например, вот запомните, надеть пальто. Nadetь ancaq öz üzərində, yəni ki, sən nə isə öz üzərinə geyinə bilərsən. Nadetь пальто, nadetь шапку. Amma söhbət kimisə geyindirməkdən gedirsə, olacaq уже одеть. Вот запомните, надеть пальто, одеть можно ребенка. Хорошо? Имейте в виду, запомните. Bir də 4-cü olaraq прочитать дважды. Дважды hansı nitq hissəsinə aiddir? Числите. Нет. Это наречие, зərf. Bildiyimiz miqdar zərfidir. Хорошо? Сколько раз прочитать? Дважды прочитать. 2 dəfə oxumaq. Хорошо? Прочитать это совершенный вид или несовершенный вид? Совершенный вид. Совершенный вид. Что сделать? Прочитать. Hansı 2 zamanı var soвершенный вид? Hansı 2 zamanda istifadə olunur? Будущий, прошлый. Прошедший. Keçmiş. Bir də hansı gələcək zamanda? Bir dənə gələcək zamanımız var idi da. Necə gələcək? Прочитаю. Oxuyaram, səhv etmirəmsə. В общем, rus dilində olan простое будущее время. Хорошо. 67-ci suala baxıram. В каких предложениях есть слова, отвечающие на вопрос где? Где sualına cavab verən sözlərə gəlin baxaq. Deməli, birinci cümləmizdə var. Много лечебных растений в нашей республике. Где в нашей республике? İkinci cümləmizdə deməli, əslində zərf var.
Lakin bildiyimiz tərzi hərəkət zərfidir. Baxın, burada olan подружески. Я попросила своего одноклассника подружески помочь подготовиться к экзамену. İndi mən sizə sual verirəm. Burada подружески tərcüməsi necə olacaq подружески? Как будет переводиться подружески? Dostcasına. Хорошо. Dostcasına. İndi orada olan po'nun tərcüməsi necə olacaq? Necə tərcümə edəcəksiniz? Yanında dost. Ага, caca, dostcasına. Хорошо? Bizdə olan по-русски, например, по-братски, по-дружески, caca. Хорошо? Bildiyimiz tərzi hərəkət zərfidir. Mənası biri caydı da. Bəli, mənalarını elə onu xatırlatmağa çalışıram ki, siz mənalarından biri odur. Və yanına da qeyd eləmişəm, как sualına cavab verir. Bildiyimiz tərzi hərəkət zərfidir. Üçüncü cümləmizdə мы повернули налево. Налево tərcüməsi sola deyə tərcümə olunur və istiqamət bildirir. Мы повернули куда? Налево. Ona görə bu где sualına cavab vermir. Dördüncü sualda cümləmizdə в доме организуется большое мероприятие. Вот теперь запомните, пожалуйста. Qarşımıza в доме və yaxud da doma. Hər ikisi də çıxa bilər. Hər ikisi də где sualına cavab verir. Hər ikisi evdə deyə tərcümə olunur. Например, в доме организуется большое мероприятие və yaxud da qarşınıza çıxa bilər ki, дома организуется большое мероприятие. Hər ikisi где sualına cavab verir. Və bir də var домой. Домой отвечает на вопрос куда. Хорошо? Onun v ilə istifadə olunan forması yoxdur. На всякий случай запомните. Хорошо? İmeyte vidu. İndi sizdən bir məsələni də xahiş eləyəcəm. Dom sözünü cəm formasına qoyun. Doma. Dama. Dama. Doma. Baxın, onun yazılışı eynidir. Вот есть дома, есть дома. İkisinin də yazılışı eynidir. Amma birində yöndə, birində cəm formasındadır. Xahiş edirəm, qarışdırmayın. Məsəl üçün desəm ki, дома организуется большое мероприятие, evdə böyük tədbir təşkil olunur. Вот дома отвечает на вопрос где. А, например, desəm ki, на улице красивые дома, burada artıq yəni ki, anlaşılır ki, söhbət cəm formasından gedir. Правильно? Sadəcə o iki dənə sözümüz də eyni cürə yazılır. Birdən qarışdırarsınız, yadda saxlayın ki, o orada yerdə bildirə bilər, yəni məkan da bildirə bilər, где sualına da cavab vermiş ola bilər, cəm forması da olmuş ola bilər, imeyte vidu. Və 5-ci sualda, əslində 5-ci sualda da bizdə 2 dənə zərf var, sadəcə niyəsə ancaq birini qeyd eləmişəm. 5-ci cümləmizdə bir vdruq, что значит вдруг? Birdən, bu da zərfdir, amma где sualına cavab vermir. Вдруг он вспомнил, что у него остались очень много невыполненных заданий. Очень много, yəni ki, çoxlu həll olunmamış məsələləri qalıb. Итого у меня в итоге получается 1 və 4-cü. Понятно? Aydındır? Bəli, aydındır. Keçirəm 68-ci suala və başlayırıq предлог məsələsinə. В каком ряду dаны предлоги синонимы? Yəni ki, eyni mənada istifadə olunan предлогlar tələb olunur məndən. Düzgün variantım olacaq variant Y. Hətta bir dənə də предлог mən sizin üçün ora qeyd eləmişəm. Mən bu mövzunu izah eləyəndə ki, bunun izahı da YouTube-da var. İlk 65 sualı izah eləyəndə orada da demişdim ki, u, возле və около. Bunlar Azərbaycan dilinə yaxınlığında, ətrafında deyə tərcümə oluna bilərlər. Və bu около deyə bir предлог qeyd eləmişəm sizə. Вот это многозначный предлог. Как вы понимаете многозначный предлог? Что значит многозначный предлог? Kim xatırlayır? Demişdim çünki bunu. Çox mənalı bir söz önüdür. Nə deməkdir çox mənalı bir söz önü? Mənim üçün məsəl üçün tərcümə eləyin около школы. Məktəbin yanında və yaxud da ətrafında. Хорошо, məsəl üçün desəm, amma около 2 часов 2 saata yaxın. Baxın, görürsünüz, birində vaxt bildirir, birində məkan bildirir. Yəni, mənasına görə okolo çox mənalı söz önlərindən biri hesab olunur. Хорошо? Məsəl üçün, po da çox mənalı predloglardan biridir. Görürsünüz, bir neçə mənası var. Azərbaycan dilinə bir neçə cürə tərcümə oluna bilir. Və ya da saxlayın, imенно yanında, ətrafında mənasında isə bu 3 predlog u, возле, около sinonim olaraq götürülür. B variantında из-за var. Hansı iki mənası var bu predlogun? Kim xatırlayır? Кто помнит? O mənə qaranlıq qaldı. Ot iz-za. İkisi də eyni mənanı verir axı. Yox, iz-za yox. Ot və iz eyni mənanı verir.
İzza yox qızım. İzzanın iki fərqli mənası var. Ot və iz məsələsini də indi izah eləyəcəm. İzza sözü var. Baxın, bu variantında var İzza. O da iki mənada istifadə İzzət olunur. Çivota. İzza çivota birinci səbəb olaraq istifadə oluna bilər. O bir məşhur cümləmiz var idi. Не пришли на урок, например, из-за дождя. Yağışa görə dərsə gəlmədik. Yaxşı, bəs ikinci mənası? Bir də məkan Dan değildi. Arxasından deyə tərcümə oluna bilərdi. Помните, например, машина выехала из-за угла. Yəni küncün arxasından, izin dandan, zanın da arxasında mənasını birləşdirmişdik və arxasından deyə bir söz önü ola bilərdi. Bu общем, əgər izzadan sonra məkan bildirən söz gəlirsə, böyük ehtimal orada arxasından deyə tərcümə olunub imeyçi vidum. İndi sualınıza gəlirəm. İz və otun fərqi nədir bir-birindən? Onu da deyim sizə. Вот теперь запомните. Hər ikisi Azərbaycan dilinə dan-dən deyə tərcümə olunur. Hətta mən sizin üçün əlavə edeyim. Dan-dən bir də s istifadə oluna bilər. Amma bunun fərqi var. İz Azərbaycan dilinə daha çox içərisindən mənasında istifadə olunur. Yəni bildiyimiz v predloqunun antonimi olaraq. Я положила в сумку çantaya. Çantanın içərisinə qoydum. Demək istəyirəmsə, çantanın içərisindən götürdüm, olacaq iz. Взяла, например, ручку из сумки. V, iz antonim sözünləri olaraq istifadə olunur. Eyni şəkildə də s var. Məsəl üçün, əgər belə bir cümlə istifadə olunursa, я положила ручку на stol, stolun üzərinə, na ilə əgər qoydumsa, s ilə götürməliydim. Я взяла ручку со стола. Ot isə məsəl üçün bəzi hallarda canlılarla istifadə oluna bilər. O da dan-dən mənasıdır, sadəcə bu mənalarda istifadə olunmur. Dan-dən olaraq, daha doğrusu canlılarla istifadə oluna bilər. Например, я получила письмо от брата. Tərcümə edin. Mən qardaşımdan məktub aldım. Daha çox canlılarla istifadə olur. Хорошо? Belə, baxın, bu belə yadda saxlaya bilərsiniz. İz daha çox içərisindən, s daha çox üzərindən, ot da daha çox canlılarla istifadə oluna bilər. Düzdür, cansızlarla istifadə olunan formaları da var. Məsəl üçün, ключи от машины. Tərcümə edin, ключи от машины. Maşının açarı. Bəli, Azərbaycan dilində bildiyimiz maşının açarlarıdır. Sözbəsöz tərcümə eləsəm, maşından olan açarlar. Orada da əslində bir dan-dən var bizim tərcüməmizdə. Nəsə sualınız qaldı? Müəllimə, bir dənə birazca səsiniz zəif gəlir. Səsim zəif gəlir. Razıyam. Bəli. Tam aydın gəlmir. Oy, тогда я подниму. Uzaqdan gəlir. Нет, вроде бы planşetin içində danışıram. Ola bilər səsim tutulur biraz. Может, из-за этого, не знаю. 69 вопрос. 69-cu suala baxıram. В каком ряду даны предлоги антонимы? Yuxarıda məndən sinonimlər istirdi. Aşağıda bizdən isə antonimlər tələb olunur. Düzgün variantımız A, Y variantıdır. Do və после. Do, dək və yaxud da qədər deyə tərcümə olunur. После isə sonra deyə tərcümə olunur. Məsəl üçün, до урока desəm dərsə qədər, после урока isə dərsdən sonra deyə tərcümə olunacaq. Beləliklə də bu antonim predloqlar hesab olunur. B variantında между deyə bir söz önümüz var. Mən bu söz önünü keçən dəfə başa salmışdım. Bizdə bir между var idi. Bir də bununla paralel hansı söz önü istifadə oluna bilərdi? Arasında. Da, tərcüməsi düzdür. Arasında, ortasında. Bununla paralel şəkildə bir dənəsini də demişdim sizə ki, bununla qarışdırmayın. Никто не помнит? Necə? Нет. Среди. Nə qaydası idi? Kim xatırlayır между və средinin qaydasını? Nə fərqi var idi bunların? Sredi çoxluğun arasında olanda məsələn. Da. Amma mecdu iki məsələn deyək ki, iki nəfərin arasında olsa mecdu. Молодец. Da, правильно. Молодец. Aferin. Deməli, mecdu iki nəfərin arasında, məsəl üçün əgər varsa, mecdu istifadə olunur. Hər hansı iki əşyanın, iki predmetin arasında. Amma sredi çoxluğun arasında. Bir dənə də cümlə var idi, çox tez-tez onu istifadə edirdimi? Помните, например, вирус распространяется среди населения. Və yaxud da sredi studentov. Nə deməkdir bu? Əhalinin arasında, tələbələrin arasında. Əgər mən çoxluğun arasındanı nəzərdə tuturamsa, sredi.
Yox, iki nəfərin arasındadırsa между deyə tərcümə olunur. Daha doğrusu между istifadə olunur. Я сижу между папой и мамой, например. Хорошо? Anamın və atamın arasında oturmuşam. İki nəfərin, iki predmetin arasında oturmuşamsa между. Çoxluğun arasında nəzərdə tuturamsa среди istifadə olunur. Bunu demək olar ki, hər dərs deyirəm, amma yenə niyəsə yadınızdan çıxır, bilmirəm niyə. Хорошо, иду дальше. Və 70-ci sualımıza gəlirəm. Вставьте нужные предлоги. Düzgün olan predlogları qoymalıyam bura. Söz önlərini qoymalıyam. Düzgün variantımız A variantı olacaq. Лучшие произведения Есенина переведены на многие языки мира. Bir çox dünya dillərinə и остаются в золотом fonde rusской poezии. Bildiyimiz na və v-nın istifadəsidir. Bu mövzunda izah eləmişəm. Keçən 65 sualı izah etdiyim zaman əgər kimsə o dərsdə iştirak etməyibsə, mütləq gəlib baxsın. Keçib baxsın o dərsə, хорошо? 71-ci sualda Выберите правильный вариант. Düzgün olan variantı qeyd eləməliyik sizinlə. Baxın, ümumiyyətlə bu tip suallar var, hansıları ki, ümumiyyətlə predlogun bax bu tip sualları imtahanlarda çox tez-tez olur. Вообще, само по себе. Məsəl üçün, bir il bizim imtahanımızda bizə çox uzun bir cümlə vermişdilər və həmin o cümlənin ilk hissəsinə, birinci hissəsinə mən deməli düzgün olan söz önlərini yerləşdirməli idik. Cümləmin ikinci hissəsində isə düzgün olan sayuz, yəni ki, bağlayıcını yerləşdirməli idik. Yəni ki, bu tip sualları çox tez-tez birlikdə də verə bilirlər, ayrı-ayrı da verə bilirlər. Ona görə xahiş edirəm, bu mövzuda biraz diqqətli olun. Хорошо? Я начинаю с 71 вопроса. Düzgün variantımız burada C variantı olacaq. Niyə digər variantlarımızda deyil, çalışacağım sizə onu da izah eləyim. В общем, başlayırıq. Через некоторое время она очнулась. Baxın, bizdə var через, bizdə var после, var потом. İzah eləmişəm, bir dəfə də üzərindən keçmək istəyirəm. Baxın, потом bildiyimiz nitq hissəsi olaraq zərf kimi istifadə olunur və bildiyimiz qeyri-qəti müəyyən sonradır da, belə deyim. Например, в таком предложении, как я приду потом, mən sonra gələcəm. Dəqiq bilinmir hansı sonradan söhbət gedir. 5 saat sonra da ola bilər, 10 dəqiqə sonra da ola bilər, 2 saniyə sonra da ola bilər. Qarışdıra biləcəyimiz var через, bir də потом. Запомните, через özündən sonra vaxt bildirən söz tələb edir. Например, через некоторое время, bir müddət sonra. После isə özündən sonra bildiyimiz proses tələb eləyir. Dərs, imtahan, görüş, bu tip nəsə bir proses olmalıdır ortada. Через час, например, через некоторое время она очнулась, bir müddət sonra o oyandı. Например, belə bir cümlə qurum sizin üçün. После свидания мы расстались. Görüşdən sonra biz ayrıldıq. Мы разошлись, например. Və yaxud da mütləq после özündən sonra bir proses posledən sonra mütləq bir proses gəlməlidir. Через isə özündən sonra bir vaxt tələb edir. Ona görə через некоторое время она очнулась. Və ikinci cümləmiz самая великая победа это победа над самим собой. Baxın, nad əslində Azərbaycan dilində üzərində deyə tərcümə olunur. Mən sizə na və nad arasındakı fərqi izah eləmişdim. Xatırlayırıq na və nad arasındakı fərqi? Agi. Na biri üstündə mənasında gedir. Aha. Nad Nəyinsə üstündə. Amma Mən nad toxumda. üzərində. Aha, хорошо. Bəli, toxunmama və təmas məsələsi var idi ortada. Deməli, na deyirəmsə, məsələn deyirəmsə, əgər tutalım ki, ruchka na stole, deməli həmin o qələm o stolun üzərinə təmas edir. Bildiyimiz üzərindədir. Amma əgər mən üstümdə nəzərdə tuturamsa və o əşya təmas etmirsə, məsəl üçün deyirik ya, lustra nad головой. Çünki həmin bu çılçıraq mənim başıma təmas etmir. Etmirsə əgər nad, amma hal-hazırda nad samim səboy bu biraz məcazi mənada istifadə olunur. Yəni ki, öz üzərimdə olan qələbə ən dahi, ən vacib, ən böyük qələbə hesab olunur. Хорошо? Sadəcə bu halda məcazi mənada istifadə olunub. Самая великая победа, победа над самим собой. Хорошо? Aydındır niyə bu belədir? Və yaxud da başqa bir variantımız, və yaxud da sizin bəlkə qeyd elədiyiniz başqa bir variant var və yaxud da aydın olmayan nəsə varsa, buyurun soruşun. Есть что-то непонятное? Нет. Хорошо. Onda keçirəm 72-ci sualımıza.
Deməli, söz birləşmələri verilib bizə və biz sizinlə aralarına düzgün söz önlərini yerləşdirməliyik. Говорить по telefonu, yana da qeyd eləmişəm, bildiyimiz vasitə bildirir. Ponun bir neçə mənası var idi. Onlardan da biri vasitə məsələsi idi. Biz говорить с telefonum demirik. Niyə demirik? Onu da izah eləyin. Çünki əgər siz vasitə bildirdiyiniz zaman s istifadə edirsinizsə, s ümumiyyətlə bizdə istifadə olunanda orada prosesi hər iki əşya icra edir. Yəni əgər məsəl üçün desəz, говорю с telefonu. Bu o deməkdir ki, siz də danışırsınız, telefon da danışır və bu düzgün bir ifadə deyil. Поэтому в любом случае говорить по телефону, пойти на концерт. Спасибо большое. Və üçüncü söz birləşməmiz isə sидеть за компьютером. İndi sizə sual verirəm. Hal-hazırda za arxasında deyə tərcümə olunur. Kompüter arxasında oturmaq mənasında. Скажите мне, пожалуйста, necə deyə bilərdim ki, kompüter arxasına oturmaq? Yəni istiqaməti necə bildirə bilərdim başqa? Not kompüteri. Not kompüterin çıxıb kompüterin üstündə otururam. Yox. Za kompüterim elə kompüter arxasında olmuş olur. Bəs mən yön bildirmək istəyirəm, istiqamət bildirmək istəyirəm. O olur, o. Yox, elə za ilə yaranır. Sadəcə sonluq. Да, sadəcə sonluq əlavə eləmirdik. Помните? Посмотрите, сидеть за компьютер. Молодец. Bax, сидеть за компьютером. Не говорит ты? Ага, да. Ой, слава богу. Как приятно тебя слышать. Где ты сегодня была? Можно спросить? Дома была. Все, хорошо. Я потом обязательно с вами рассчитаюсь по поводу этого. Вот теперь смотрите. Да, ama düzdür. İndi haqqını deyir. Nətər? Atını yesəmdisim, yox, atını yesəmdisim, nə atmaram, düz deyir. Sидеть за компьютером, kompüter arxasında oturmaq deməkdir. Baxın tərcüməsini də yazmışam sizə. Amma əgər yön bildirmək istəyiriksə, demişdim sizə, orada o da eyni kişi cinsinə aiddir deyə mən orada sözün sonluğunu artırmırdım. Sидеть за компьютер, sидеть за stol, stol arxasına oturmaq, kompüter arxasına oturmaq yön və istiqamət bildirir, yadda saxlayın. Yəni za sadəcə arxasında deyə tərcümə olunmur. İstiqamətdə bildirə bilər. Bəzən də üçün deyə də tərcümə oluna bilər. Məsəl üçün deyirəm ki, я заплатила за продукты в магазине. Переведите, пожалуйста. Я заплатила за продукты в магазине. Produkt alış-veriş edib, bəlkə onun ödənişini ödəyib də, belə bir şey vermək. Deyirəm ki, produktlar üçün ödəniş elədim. Хорошо, вот deməli produktları aldı və produktlar üçün ödəniş elədim. Bəzən üçün deyə də tərcümə oluna bilər. Имейте в виду, пожалуйста, хорошо? Yəni ki, sadəcə arxasında yox. Arxasında, arxasına, bir də bəzi hallarda üçün deyə də tərcümə oluna bilər. Например, заплатить за маму. Как вы понимаете заплатить за маму? Ona görə ödəniş. Bəli, anamın yerinə, anama görə ödəniş etmək. Хорошо? Da, əvəzindən. Bir dənə də bu nüansı da yadınızda saxlayın. Помните, nitq səhvi olaraq qarşımıza çıxa bilərdi. Заплатить за проезд, оплатить проезд. Кто помнит? Aha. Yadınızdadır. Gəlin onu bir dəfə də sizin üçün whiteboardda qeyd eləyim. На всякий случай, хорошо? Чтобы вы видели. Bu da nitq səhvi olaraq. Baxın, predlog mövzusunu izah edirəm. Mən уже 2 dənə nitq səhvi dedim sizə. Birincisi hansıydı? Надеюсь, qeyd eləmisiniz. Bax, predlog mövzusudur. Уже 2 dənə nitq səhvi dedim sizə. Уже birincisini unutmuşuq. Молодцы. Deməli, запомните. Əgər yazırsa sizin üçün zaplatit. Bu ödəniş etməkdir. Bax, bu za mütləq özündən sonra za проезд. Məsəl üçün deyirəm ha. Burada başqa bir şey də ola bilərdi. Например, заплатить за продукты, заплатить за проезд, заплатить за коммуналку. Aydındır? Baxın, zaplatit varsa mütləq özündən sonra za tələb edir. Amma əgər aplatit istifadə olunursa, bu da ödəniş etməkdir. Amma bu özündən sonra... Kim sildi mənim whiteboardumu? Nə işiniz var mənim daskamla? Agi. Еще раз пишу. Заплатить. Заплатить за проезд. За mütləq özündən sonra bunu tələb edir. Amma оплатить
Özündən sonra heç nə tələb etmir. Оплатить, например, проезд. Хорошо, bax, bura sizə qırmızı ilə qeyd edirəm ki, burada heç nə olmalı deyil. Хорошо? Запомните, пожалуйста, я вас прошу. Bax, bu da bir nitq səhvidir. Хорошо? Понятно? Запомнили? Bir də bunu demişkən, на всякий случай bir dəfə də yadınıza salın. Bizim hərəkət fe'llərimiz var idi sizinlə. Например, дойти. Вот смотрите, например, дойти. Ой. Дойти. Дойти до дома. Nə qaydaydı bu? Hansı qaydaya aid idi bu? Hərəkət Mən fe'lində. do ilə başlayan do əlavə eləyirdi. Bəli, Oldu. hərəkət fe'lində do var, özündən sonra do tələb edir. Отъехать. Ot olanda ot tələb edir. Aferin də. Отъехать от гаража, например. Fe'ldə ot varsa əgər, отъехать-lə də uzaqlaşmaq. Özündən sonra ot tələb edirdi. Bunu da yadda saxlayın. Хорошо? Понятно? Запомнили? Вопросы какие-то есть? Aydın olmayan nəsə var? Yoxdur. Yox, ay müəllimə. 73-cü sual. Зиму эти красивые птицы проводят на островах на севере Azərbaycana. Вот север, юг, запад, vostok. Yadda saxlayın bu coğrafik cəhətlərdə. Onların hər iki mənada, həm dadə mənasında, həm də istiqamət, yön mənasında hər zaman və hər zaman na istifadə olunur. На севере, на юге, на западе, на востоке. İstiqamət na sever, na yug, na zapad, na vostok. Ona görə 73-də cavabımız olacaq variant A. Gəlim 74-cü suala. 74-cü sualda, sizdə düzəltmişəm bunu, buna sonradan fərqinə vardım. Özümdə burada bir balaca səhv yazmışam. Düzgün variantım bu qırmızı ilə qeyd etdiyimdir. Что və поэтому. Bu əslində sayuz sualıdır. Bilmirəm necə olub bura səhvən düşübsə. Sayuz məsələsi gələndə daha dərin şəkildə bu mövzunu sizə izah eləyəcəm. Hələ ki sadəcə düzgün variantını və tərcüməsini deyirəm. Родители обещали, что на каникулах поедем за границу. Hal-hazırda что fikir verin fe'ldən sonra istifadə olunub. Hal-hazırda что burada ki deyə tərcümə olunur. Baxın, что bir nə deyə tərcümə oluna bilər, bir də ki deyə tərcümə oluna bilər. Hal-hazırda обещали söz vermişdilər. Fe'ldən sonra ki mənasında istifadə olunur. Valideynlərim söz vermişdilər ki, deməli tətildə biz за границу xaricə Bəli, xaricə gedəcəyik. Родители обещали, что на каникулах поедем за границу. Bir də ikinci olaraq птицы улетели на юг, поэтому не замерзли, да. Deməli, quşlar cənuba uçublar. Yuq cənub idi də, düzdür? Düz tərcümə edirəm, İran tərəf. Düzdür? Da. Buna görə də donmayıblar. Deməli, bu поэтому, потому что bunlar haqqında ətraflı məlumatı sayuz keçəndə deyəcəm sizə. Хорошо? Niyə bura biz поэтому qoyuruq və s. Bu sadəcə sayuz sualdır. Bilmirəm necə bunların ortasına düşüb. Da quzum, buyur. Müəllimə, orada mən D variantı arasında da qaldım. Orada vergül olsaydı yuqdan sonra daha dəqiq olardı. Bəli. Amma что bu da niyə olmaz deyim sənə. İzah eləyim. Əgər orada Da, indi qulaq as qızım. Что bunu əgər sən orada bir məqsəd olaraq, bax, üçün deyə istifadə edirsənsə, yadva sal görün, bizim fe'limiz hansı formada istifadə olmalıydı? T məhki znak formasında. Əslində sən düz deyirsən, orada o bəli zapitaya olmalıydı. Lakin bizim orada что bunu istifadə edə bilməməyimizin məsələsi orada olan o zamёрзли fe'lidir. Чтобы не замёрзли yox, чтобы не замёрзнуть. Orada fe'l əgər T məhki znak formatında olsaydı mən səninlə razılaşardım. Хорошо? Да. Ona görə iki arasında D ikisində yazmışam. Все, я поняла. Əsas odur, bax, əgər aydın deyilsə sual ver, izah edeyim. Bax, indi məsəl üçün yadına düşdü ki, bildin ki, elə istifadə etmək olmaz, çünki fe'l hansı formada olmalıdır. O gün biz əyanidə bu sualı eləyəndə eyni səhvi mən səhv deməyim, uyğun variant tapmırdım deyə mən də D variantı demişdim. Sonra amma gördüm ki, sizdə düzəltmişəm. Sizdə məsəl üçün Y variantında что поэтому qeyd olunub. Düzdür, görsən, amma məndə qeyd olunmayıb. Məndə как поэтому qeyd olunub. Sizdə düzəltmişəm, özümdə düzəltməyi unutmuşam. İmeyte в виду. Mən ikisini də götürmüşəm. Ну все, теперь уже bilirsən nədir, nə deyil. Самое главное. Bəli. Да, хорошо. 75-ə gəlirəm. Антенна стоит над крышей.
Əslində Azərbaycan dilinə məna olaraq tərcümə eləsək, nad krışa dediyimiz zaman krışanın üzərindəni nəzərdə tuturam. Bax, sırf o üzərindəni nəzərdə tuturam. Na krışa dediyim zaman antena krışaya təmas eləməlidir. Təmas məsələsi olmadığına görə antena stoит nad krışoy. Na istifadə olunsaydı olardı. Antena na krıше. Имейте в виду, sonluğuna diqqət. На крыше. Хорошо? Только над крышой. Хорошо. 76-ya baxıram. 76-da выберите нужные предлоги. Deməli, birinci, будет и на нашей улице праздник. Ulica, na ilə istifadə olunur. Bizim də küçəmizdə bayram olacaq. Bu əslində bir устойчивое выражение такое da. Artıq dildə istifadə olunan bir söz birləşməsi olaraq, bir cümlə olaraq artıq stabil şəkildə dildə var. Будет и на нашей улице праздник. Но в любом случае улица sözü ilə biz na istifadə edirik. Açıq məkan olduğu üçün. İkinciyə gəlirəm. Находиться между двух огней, либо между двух огней, bayaqki məsələdir. Между, среди. Помните, bayaq izah elədim. Между nə zaman istifadə edirik? Əgər iki predmet var idisə, вот уже qeyd eləmişəm двух огней, значит находиться между двух огней, либо между двумя огнями və s. Və son olaraq üçüncü olacaq до гробовой доски. Что такое гроб? Grob şeydir, qəbir. Qəbir də bu elə. Şeydir, bu xristianları bastıran nə deyirlər ona, Allah? Tabut. 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 Ay Allah, necə də ağlıma gəldi. Tabut. Deməli, yadda saxlayın ruslar da гробовой доски dediyi zaman, yəni ölənə qədər mənasında istifadə edirlər. Yəni ki, donun hansı mənasıdır hal-hazırda? Qədər. Da гробовой доски, yəni tərcüməsi sözbəsöz tərcümə eləsəm tabutun qapağına qədər mənasında istifadə olunur. Lakin mənası ölənə qədər. Хорошо? Bax, bir frazeoloji birləşməmi deyim. Bəli, əslində bir frazeoloji birləşmədir də, belə deyək. Dildə istifadə olunan bir birləşmə olaraq artıq dildə var. Da гробовой доски ruslar ölənə qədər mənasında istifadə edirlər. Amma siz bunu nə ilə tapırsınız? Təbii ki, tərcümə ilə. Da, yəni, как говорится, bildiyimiz donun dək qədər mənasında istifadə olunan bir cümləsidir. Понятно? Agi. Aydın olmayan nəsə var mı? Хорошо. Bir dənə də 77-yə gəlirəm. Причинное значение. Причина nədir? Bildiyimiz səbəbdir. Səbəb də orada A variantında отменить из-за болезни. Xəstəliyə görə ləğv etmək. Nəyə görə ləğv etmək? Xəstəliyə görə ləğv etmək. Поэтому 77-də düzgün variantımız olacaq variant A. Что-то непонятное есть? Aydın olmayan nəsə var? Mənə tam görünmür ekran. Hə, sən də yuxarı qaldıracağam, səbirli ol. Da orada 77-də A variant görünür, sənə əsas odur. Atmenit izza balezin. Hə, sən də düzgün cavabın da odur. Məndə də 77 görsəm məsələn sual. A variantı görünür 77-nin. Yox, Mən oradan sual görürsəm. Səbirli olun, düzəldirəm. 77 причинное значение в словосочетании dedik ki artıq отменить из-за болезни səbəb bildirir, yəni ki, xəstəliyə görə təxirə salmaq. B variantında гулять в парке, bildiyimiz parkda gəzmək, bax yer bildirir məsəl üçün. Tutalım desəydi ki, укажите пространственное значение. Что такое пространство? Bax məkan. Hə, bax sən orada B variantını seçə bilərdin. Çünki в парке bildiyimiz parkda məkan bildirir. C variantında пойти за посылкой. Bax bu burada məqsəddir. Bax tərcüməsini deyirəm. Nə üçün getmək? Посылка это что как будет на азербайджанском посылка? Kargo. Kargo. Kargo deyirəm. Bağlama. Bağlama, Allah səndən razı olsun. Bəli. Bağlamanın dalınca getmək. Nəyin dalınca getmək? Bağlamanın dalınca getmək. Bu bir məqsəddir. Zapomните. Около 7 часов bayaqsa dediyim okolanın mənası olaraq istifadə olunur. Vaxt bildirir. 7 saata yaxın. Təxminən 7 saat. Bax belə tərcümə olunur. Və son olaraq Y variantında mağazin рядом с домом. Evin yaxınlığında. Хорошо? Вот рядом с evin yaxınlığında deyə tərcümə olunur. Хорошо? Вот магазин рядом с домом. Evin yaxınlığında olan mağaza. Итого получается вариант A. 78 çox maraqlı və çox necə deyim, sevərək işlədiyim, yazdığım bir suallardan biridir. Укажите верный вариант. Düzgün olan variantı istəyirsinizdən.
Bax bu suala düzgün cavab vermək üçün bizim əslində bir neçə dənə söz önünü yaxşı bilməmiz lazımdır. Birinci olaraq укажите ученики пришли из собрания qeyd eləmişəm. Bunun düz və səhv olduğunu hardan bilirəm? Hal-hazırda variantın səhv qeyd olunub. Потому что собрание это процесс. Proseslə biz normalda nə istifadə edirik? Na. Например, я на собрании. Mən iclasdayam. Və əgər mən onu na ilə istifadə edirəmsə, qarşılığı nə ilə gəlməli idi? S. Значит, ученики пришли с собрания olmalıydı. Təkrarlayıram. Na собрание, yəni ki, iclasa, amma na'nın qarşılığı olaraq biz s istifadə eləməliyik. S собрания. B variantında почт, fabrika, zavod. Bu istisna sözlərimizdə hansılar ki, na ilə istifadə olunur. Ya başla v почту olmaz, olmalıydı ya başla на почту. C variantında вчера она была в экзамене. Нет, вчера она была на экзамене olmalıydı. İmtahan da bir prosesdir, na ilə istifadə olunur. Düzgün var. Və Y variantında бабушка отдыхала в своей комнате olmalıydı. Çünki на своей комнате deməli belə çıxır ki, nənəmiz çıxıb otağın üstünə. Bəli, otağın üstündə addıxat eləyir. Ola bilər belə. Valla mən nənəm çıxar əslində. Maşallah, maşallah çox diri qalıb. Amma normalda bəli. Olar bir sual vereyim. Bəli, olar. Orada nadedici proseslə bağlıdır. Bəli. O hamısında elədir. 99%-ində elədim. Ortada bir proses varsa, hər demək olar ki, nədir? Bax, na konferensiya, na svidaniya, na встрече, na экзамене, na uroki. Çox proseslər belə mücərrəd proseslər deyək də, na ilə istifadə olunur. Onda onun iki səhvində. Hal-hazırda belə, yəni ümumiyyətlə burada olan A, B, C, D nitq və qrammatik səhvlərlə doludur cümlələr. Orada tək düzgün cümləmiz D variantıdır. Papa только что ушел на работу. Atam indicə işə gedib. Aydındır? İşə gedib. Ушел на работу, getdi. Çıxdı, getdi mənasında işə. Antonim nədir bəs? Nəyin? Hə, evə gəldi demək istəyirsənsə, например, papa пришел с работы. Çünki на работу deyirəmsə, с работы deməliyəm də qarşılığı. Aha. Хорошо? 78-də aydın olmayan, qaranlıq qalan nəsə var? Agi. Müəlliməm, bu birinci A variantı. Var, üçüncü Da. ola bilməz orada. Yəni axırı niyə ya ilə qutarır ki, i ola bilməz. Qızım, çünki hallanır orada ona görə. С собрания olmalıydı. Çünki orada этот падеж, какой падеж? Чего собрание? Это родительный падеж. Родительный падежdə istifadə olunur deyə собрания olmalıdır. Hə, başa düşdüm. Yəni o sırf hallanma məsələsidir quzum. Bildim müəllimə. Хорошо. Da. Bir sual vermək istirdim. Da. O yuxarıdakı sualda 77-də deyirdi, okolo 7 часов oldu 7 saat yazılır. Bəs biz demək istəsək ki, saat 7 ərəfəsi məsələn. Onda necə olacaq? Təxminən bax o saat 7 ərəfəsi приблизительно в 7. Saat 7, təxminən saat 7-də deməkdir də, o düzdür? Təxminən saat 7-də. Приблизительно, примерно в 7 часов, например. Приблизительно da istifadə edə bilərsən, примерно da istifadə edə bilərsən. Təxminən saat 7-də. Bax belə tərcümə olunur. Əgər o dediyin təxminən deyə tərcümə olunursa, ərəfəsində dedin, düzdür? Əgər təxminən deyə tərcümə olunursa, deyəcəksən, например, примерно в 7 часов, приблизительно в 7 часов. Хорошо? Belə. Çox sağ ol. Sən sağ ol quzum. Tak, 79-a gəlirəm. Надо поставить предлог в. Bax, keçən il imенно bu tip sual imtahandaydı. Sadəcə mən sizə bura, yəni necə imtahandaydı? Mən sizə sadəcə burada nöqtələr qoymuşam sözün qabağında. Orada heç sözün qabağında nöqtələr də yox idi. Aşağıda variantda sizə sözlər vermişdi. Yuxarıda da uslovия, yəni ki, şərt olaraq sizə deyir ki, v ilə istifadə olunan sözləri seçin. Hətta o qəbulda olan o testdə olan bir neçə söz buradakı sualın içərisində də var. İndi dəqiq yadımda deyil, sadəcə yadımdadır ki, oradan bir neçə sözü yazmışdım bura. Deməli deyir ki, в каком варианте надо поставить предлог в? Burada düzgün variantın B olacaq. Deməli, в комнате, otaqda. Bir də в саду. И ну в комнате, понятное дело, qapalı məkanda v ilə istifadə olunur. В саду это исключением. Mən o исключенияларды demişdim, hardan oxumaq lazımdır. Hardan oxumaq lazım idi?
Slovari bütün mövzularda səhifəsinə qədər yazıb material qrupuna atmışdım. Plus dərsi də sizə Bütün mövzular açıqla var. Bəli, plus dərsi də izah eləmişdim sizə onları ki, buradan baxmaq lazımdır. YouTube-da da o dərs var. На всякий случай girib oradan da baxa bilərsiniz. В саду это исключение. Bu bir istisnadır. Açıq məkan olsa da v ilə istifadə olunur. Digərlərində Park da elə deyildi. necə? Parkda, bəli, eyni şəkildə. Bəli. İndi gəlin digərlərində deyim. A variantında на концерте в школе. C в лесу, bu da istisna idi. На экзамене. В коридоре, на улице. На юг, на острове. Düzgün variantım B variantı olacaq. Digərlərindən aydın olmayan nəsə var? Что-то непонятно есть? Kagi. Есть? Нет. Хорошо. İndi gəlirəm 80-ci sual. Uca yavaş-yavaş burada soyuz mövzusu başlayır. Ona görə 80-ci sualda saxlayıram. Keçirəm indi kitabda olan predlog suallarına aid olan, daha doğrusu predloqa aid olan suallarını izahını verəcəm sizə. Hamısının olmasa da ən azından bir hissəsinin izahını verəcəm. Səhv etmirəmsə orada predloqa aid çox sual var. Həm də bu mövzunun üzərindən keçmiş olaraq. Çatdırsaq bu dərs, çatdırmasaq da gələn dərs soyuza baxarıq. Vопросе. Yenə понятное дело, bizə sözlər verilib və düzgün olan sözləri qoymalıyıq və burada da biz, конечно же, söz önlərinin mənalarını bilməliyik. Мы встретимся. Biz görüşəcəyik. Deməli, biz görüşəcəyik deyiriksə, burada bir məkan olmalıdır da, правильно? Deməli, baxın, orada birincidə bizdə qeyd olunub na тренировку, na тренировку. Ekran görsənmir. Görsənmir. Разве? Hə. Görürsüz, Agi? Bəli. Все хорошо тогда. Deməli, мы встретимся. Biz görüşəcəyik deyə bir cümlə ilə başlayır, bir söz birləşməsi ilə başlayır cümləmiz. Deməli, biz görüşəcəyik deyiriksə, deməli orada bir məkan olmalıdır, правильно? Смотрите, bir də orada qeyd olunub na тренировку. Na тренировку məşqə deyə tərcümə olunur və bu bir də bir yön bildirir. Ona görə bir orada olmaz. Мы встретимся у ресторана. O restorana deyə bilərəm. Tərcüməsi restoranın yanında, yaxınlığında, ətrafında. Мы встретимся к центру. К центру mərkəzə istiqamət bildirir. Olmaz. Мы встретимся на мосту. Bəli, biz deməli körpüdə görüşəcəyik. 4 ola bilər. Və 2, 4, 6. 2, 4, bir də 6-ya baxaq. Bəli, na bulvarı. Мы встретимся где? На bulvarı, bulvarda. O занятие, bu ümumiyyətlə düzgün bir söz birləşməsi deyil. Занятие bir məşğələ, məşğuliyyət deyə istifadə olunur. O ilə istifadə oluna bilməsi düzgün deyil. Ona görə birinci sualda düzgün variantımız olacaq variant C. Мы встретимся, значит, у ресторана, на мосту, на bulvarı. İkinciyə gəlirəm. Вставьте нужные предлоги. Düzgün predloqları qeyd eləməliyəm. Я хочу завтра поехать на экскурсию. Ekskursiya prosesdir. Na ilə istifadə olunur. Deməli, na olacaq. Na olanda A variantı getdi, D getdi, B variantımız getdi. İkinci cümlədə 12 лет творческой жизни Михаил Мишвик издал 10 поэтических сборников. Bəli, za 12 лет. Za hal-hazırda ərzində deyə tərcümə olunur. 12 illik deməli творческая жизнь. Как понять творческая? Как перевести творческая жизнь? В общем, Yaradıcılıq, Allah sizdən razı olsun. Çox sevirəm sizi. Yaradıcılıq həyatında Mikail Mishvik 10 dənə poetik sbornik в общем, издал 10 poetik sbornikov. Mənə ərzində demək lazımdır. O ərzindəni də təbii ki də mən nə ilə bildirirəm? Za ilə bildirirəm. Yadda saxlayın. Əgər zadan sonra vaxt gələn söz görürsünüzsə, за неделю, за 10 часов, за 2 дня, за, не знаю, за 5 веков, например, хорошо? Zadan sonra vaxt gələn söz görürsünüzsə, o orada ərzində deyə tərcümə olunur, хорошо? Итого у меня получается вариант C. Bir dənə də sual verim sizə. Yaxşı, deyirəm za 2 часа, 2 saat ərzində. Desəm, na 2 часа necə tərcümə olunacaq? 2 saatlıq. Молодцы, 2 saatlıq. 2 saatlıq. Bəli. Bax, məsəl üçün deyirəm ki, ya prишла к бабушке на 2 часа. Mən nənəmgilə 2 saatlıq gəlmişəm. Yəni ki, gəlmişəm 2 saat sonra çıxıb gedəcəm. Хорошо? 2 saata dediyim zaman elə 2 saat ərzindən nəzərdə tuturam da mən. За 2 часа ilə 2 saatda, 2 saat ərzində məncə eyni şeydir, əgər səhv tərcümə etmirəmsə. A вот на 2 часа bu bildiyimiz 2 saatlıq. Gəldim 2 saat sonra çıxıb gedəcəm. Хорошо? Дальше. Значит,
Ночью, üçüncü suala gəlirəm. Ночью развели огромный костер, и все ходили на берегу с огнем. Давайте подходящий. По берегу с огнем. Düzgün variantım C variantım olacaq burada. Əslində na берегу da ola bilərdi, amma по берегу da ola bilər. Deməli, ночью развели огромный костер наверху горы. Наверху горы dağın yüksəkliyində. На горе, наверху горы. Все ходили по берегу, sahil boyunca с огнем. Əlində, как его, plamya. Alovla gəzirdik. Niyə bilmirəm. Bu necə bir cümlədir. Hardan tapmışam bu cümləni da bilmirəm. Davno pisal edim vопросы. Necə? Yəqin məcazi mənada. Hər halda bəli. Arada belə məndə də olur belə nito cümlələr. Bilmirəm hardan tapmışam. Prosta hər hansısa bir mətn olmuş ola bilər və yaxud da hardan tapıb yazmışam. Uje davno pisal 3-4 il bundan qabaq yazmışam. Suallar uje ağlıma gəlmir. Хорошо. Əsas odur siz məna olaraq yadda saxlayın ki, например, наверху горы dağın yüksəkliyində, təpəsində. Все ходили по берегу, по-nun boyunca mənasında с огнем, əlində ot alovla. Мы познакомились с Фаридой в университете. Получается вариант А. Фарида ilə, baxın, Lalə ilə mənasında. В университете, universitetdə v ilə istifadə olunan bir sözdür. 5-ci sual. Наша семья состоит ümumiyyətlə özündən sonra iz tələb edir. Bəli. Наша семья состоит из 6 человек. Хорошо. Состоит из. Yadda saxlayın. Tak, iz görürüksə deməli getdi A variantım, D variantım. Правильно? Bir də üçüncüyə bir dənə baxın. Üçüncüdə orada Moskva məsələsi var. Bax deyir ki, biraz belə variant silərək işləməyi öyrətməyə çalışıram sizə. Bax deyir ki, vчера я встретил друга из Moskvы olmalıdır. Niyə iz Moskvы olacaq? Çünki mən istiqamət bildirəndə v ilə bildirirəm. Например, мы поехали в Москву. Biz Moskvaya getdik. Mən əgər yönü v ilə bildirirəmsə, deməli onun dan dəni nə ilə bildirməli idim? Из. Получается, что вчера я встретил друга из Моskvы. Правильно? Верно? Aha. Все. Bu da getdiyinə görə bizim C variantımız da gelir. Qalır 2 variantımız. И теперь запомните, пожалуйста. Либо, получается, вышла в печати первая книга поэта, либо вышла из печати. Yəni ki, da, tərcüməsi necə olacaq iz pечати? Xeroxdan da bilmirəm. Nəşrdən çıxdı. Bəli, da. Çapdan. Вот. Düzdür. Çapdan. Odan də mən nə ilə bildirməliyəm? Конечно же, izlə bildirməliyəm. Правильно? Да, иди дальше. 6-й вопрос. B variant, bəli. Agi, bura qədər hər şey aydındır. Mənə elə gəldi ki, mən biraz tez-tez izah elədim. Əgər qaranlıq qalmasa varsa deyim. Da, хорошо. Da, gəlirəm 6-cı suala. 6-cı sualda, значит, всё валится с рук, yadda saxlayın. Bəli, əslində valиться с рук bu artıq bir birləşmə olaraq dildə var uje. Хорошо? O bir frazeoloji birləşmə olaraq da istifadə olunur. O sakar insanlar var, məsəl üçün mən əlimdən hər şey yerə düşür. Всё валится с рук, запомните. Студент часто опаздывал на занятия. Занятия bu bir məşğələdir, məşğuliyyətdir, belə deyim sizə. Prosesdir, nə ilə istifadə olunur. Cavanşir хорошо играл в шахматы. Niyə в шахматы? Çünki idman oyunları ilə biz v istifadə edirdik. Musiqi alətləri ilə isə nə istifadə edirdik? Na. Отлично. Например, я играю на гитаре. Хорошо? Hal-hazırda da играть, məsəl üçün я играю на гитаре, играть orada ifa etmək mənasında istifadə olunur. Хорошо? Итого получается всё валится. Занятие məşğələ. Всё валится с рук. Значит, студент часто опаздывал на занятия. И Джаваншир хорошо играл в шахматы. Получается вариант А. Хорошо? Müəllimim. Да. Bir sual da Да, конечно. Burada, например, predlog verib, amma ondan sonraki sözün okançaniyasını fərqli verə bilər, yoxsa düz verməlidir normalda? Quzum, bax, sözün okançaniyası, həm predlogu verib, həm də sözün okançaniyasını səhv vermək, onu nəzərdə tutursan. Ki həm predlog verib. Məsəl üçün, predlog verib, düzgün predlogu seç. Amma cümlənin içində tutalım занятияdır da, занятии yazıb. Mən ora na занятии опаздывал куда, на занятии deyə bilmərəm də. Yox, quzum deyə bilməzsən.
Çünki yəni bir şey yadda saxla ki, əgər sən orada hər hansısa bir sonluğu səhv qeyd edirsənsə və yaxud da sonluğa uyğun olaraq predloqu səhv seçirsənsə, в любом случае это речевая ошибка. Bax, predloq səhv seçilirsə речевая ошибка hesab olunur. Sonluğu səhv qeyd edirsənsə, это грамматическая ошибка. В любом случае это ошибка. Хорошо? Ona görə ikisi də düzgün olmalıdır. Обязательно. Yəni ki, ikisindən birini sənə mütləq düzgün şəkildə verməlidir. Çünki mən adi ruski sektor olaraq belə sənə deyim ki, ruski sektorda məsəl üçün elə durumlar var ki, predloqun sırf məsəl üçün predloq istifadə sizdə o qədər çətin predloqlar düşmür. Amma rus dilində imенно sözlərin düzgün hala gətirilə bilməsi üçün predloqla istifadə olunan nüansları var. Yəni ki, sənə predloqu verir, düzgün sonluğu sən qoymalısan. Yəni düzgün sonluğu səhv qoymağın yenə bir nitq səhvidir. Yenə bir qrammatik səhvdir, хорошо? Yəni sənə ikisindən birini mütləq düzgün verməlidir. Ya predloqu verməlidir ki, sən düzgün sonluğu qoyasan, və yaxud da düzgün sonluğu verməlidir ki, sən ona uyğun predloq qoyasan. İkisindən biri mütləq düz olmalıdır. İkisi səhv ola bilməz. Mümkün deyil elə bir şey. Хорошо? Bildim müəllimə, çox sağ ol. Sağ ol quzum. И 7-ci sualımıza gəlirəm. Все чаще к нам вечером заезжали гости и из города. Да, потому что в город deyirəmsə əgər olmalıdır iz goroda. Правильно? Вот belə yadda saxlaya bilərsiniz. Bayaq mənə soruşdular məndən izlə otun fərqi nədir? Bax görürsüz mən at goroda deyə bilmərəm. Çünki mən v ilə v город deyirəmsə əgər onun dandani mütləq izlə olmalıdır. Правильно? Получается, что гости из города. Итого получается вариант D. Аги, все понятно? Есть какие-то вопросы? Нет? Все хорошо. 8-й суал. Значит, выберите нужные предлоги. Вчера моя мама опоздала на работу. Ой, не дай бог. İşə gecikib. Да. Öyle bildim mən səhv. С работы olardı quzum onda. Хорошо. Вчера моя мама опоздала на работу. İşə gecikib. Bax, с работы на работу. Он чувствовал себя как рыба в воде. Вот bu как рыба в воде məsələsi var. Bunu da bir frazeoloji birləşmə olaraq yadda saxlayın. Bu cümləmiz var ya, он чувствовал себя как рыба в воде. Ümumiyyətlə balıq özünü suda necə hiss eləyir? Möhtəşəm. Əla, super, вот как в своей тарелке. Вот чувствовать как себя, как рыба в воде, чувствовать себя в своей тарелке, yəni özünü çox konforlu hiss eləmək mənasında istifadə olunur. Yəni çox yaxşı hiss eləmək mənasında. Хорошо? В воде, имейте в виду, çünki suyun içindəni nəzərdə tuturam mən. Хорошо? И вечером мы сообщим вам об этом. Хорошо, bunun haqqında sizə məlumat verəcəm. Əgər yadda saxlayın, var o, ob haqqında deyə tərcümə olunur. O istifadə olunur əgər söz samitlə başlayırsa, amma ob istifadə olunur əgər söz saitlə başlayırsa. Имейте в виду, например, вечером мы сообщим вам об этом, не об этом. Çünki bir saitdir. Amma məsəl üçün, вечером мы сообщим вам о герое, например, da, qəhrəman haqqında. O герой, çünki герой g samitlə başlayır. Хорошо? Понятно? Bir də əgər haqqında mənasında qarşınıza bir də pro çıxa bilər. Əgər məna olaraq görürsüz ki, hə, ora uyğun ola bilər, pro istifadə edə bilərsiniz. Məsəl üçün deyirəm ki, про эту книгу мы поговорим завтра. Nə deməkdir про эту книгу? Про книгу, например, мы поговорим завтра. Yenə kitab haqqında biz sabah danışacağıq. Deməli, haqqında da nə ilə bildirirdik? O, ob, pro, bir də насчет. Насчет izah eləmişdim sizə. Помните, bank счету var idi. Вот. Теперь запомните, haqqında bildirir. O, ob, pro, насчет. Хорошо? Yəni, yəni bunların üçündə bir cümlədə işlədə bilərik də. Əgər məna icazə verirsə, quzum, sən onları bir-birlə əvəz edə bilərsən, bəli. Хорошо? Bəli. Так, итого получается, опоздала на работу в воде и об этом. Получается вариант D, Дубай. Хорошо? 9-a gəlirəm. Значит, burada da düzgün variantım olacaq variant D. В лучах тепла на ветках падает
Лес. Лес нeydi? Снег. Снег. Да. Снег. Что такое лес? Я не поняла. Что за лес? Так, на лучах тепла, в лучах tepla на ветках tayet снег. Deməli, günəşin şüalarında budağın üzərində olan qar əriyir. Niyə mən belə cümlələr yazmışam? Mən bura bilmirəm. Так, 10-й вопрос. Укажите ошибку в употреблении предлога. Deməli, səhv istifadə olunan söz önünü istəyir məndən. Baxaq görək. Deməli, lежит на Amma окне. akna Pəncərə. Akno pəncərə. akna iznəşdənmirdi. Bax, əgər məna istifadə olunursa, bəli. İz akna məsəl üçün pəncərədən olacaq. Amma burada na akne pəncərənin üzərində. Məsəl üçün böyük bir dənə əgər tutan adi pəncərəni götürdün, pəncərəyə məsəl üçün nəsə yapışdırmısan. Pəncərənin üzərinə nəsə yapışdırmısan da, məna sənə icazə verir axı. Lежит, например, на окне ola bilər. Играли в саду, istisnadır. Бегал по лугу, этот boyunca okeydi. Приехал в город, şəhərə gəldi, amma плачет на отца. Da, səhvdir. Bilirsiniz, плачет на отца atasının üzərinə ağlayır. Belə biraz düzgün deyil. Burada məsəl üçün ola bilər, tutalım ki, плачет из-за отца, atasına görə ağlayır. Da, yəni ki, maksimum bu ola bilərdi. Ну, как ни крути, плачет на отца səhvdir. Başqa nəsə ola bilərdi, amma плачет на отца olmaz. Əvəz edə bilərsiniz, плачет из-за отца. Məsələn, üçün atasına görə ağlayır. Хорошо, например, papa nakriçal ağlayır. Aha, gələm 11-ci suala. Maşallah, necə də böyük sual yazmışam, necə də kreativ yazmışam. Necə buna heç nə demirsiniz? Ay müəlliməm, nə boyda sualdır bu? Gəlin başlayaq, bəli. Əslində, baba, burada bir время sözümüz var. Bəli, bu belə tez-tez istifadə olunan sözdür. Yada saxlayın. Во время eksperimenta, v время istifadə olunmur. O 3 dənə sayit yan-yana gəlməli deyil də, elə bil ki, aydındır. O 3 dənə sayit də yan-yana gəlməsin deyə biz orada nə edirik? Bir dənə çay, sayit atırıq da ortaya. Çay dedim, lap çay istədim. Nə əlaqə bilmədim. Deməli, во время eksperimenta deyirəmsə A getdi, C getdi, D getdi. Deməli, aha, burada nə gördüm? Zavod sözü gördüm. Zavodla nə istifadə olunurdu? Zavodla na istifadə olunurdusa, deməli, buradakı Y variantımız da getdi. Значит, на машиностроительном заводе присутствовали студенты Бакинского государственного университета. Они внимательно наблюдали, bax, nabludali özündən sonra za tələb edir. Deməli, nəyin arxasıca müşahidə etmək. Вот наблюдать можно зачем-то. Имейте в виду. Наблюдали за экспериментами. Все записывали в tетради, dəftərlərinin içərisinə. Bura qədər oldu mu? Oldu. Gəlirəm dəlşi. В результате özü də bir söz önüdür. В результате nəticəsində. Хорошо. В результате эксперимента, deməli, eksperimentin nəticəsində была получена новая информация о свойствах металлов. Metalların deməli svojstva, əlamətləri haqqında mı deyim sizə, что-то вот подобное da. Haqqında da nə ilə bildirirdim? O ilə bildirirdim. Əslində böyük sual oxşuyur, amma o qədər də çətin sual deyil idi. Правильно? Хорошо, итого получается вариант Б. Nəsə sualınız var və yaxud da aydın olmayan nəsə var? Agi? Xeyr. Нет, хорошо. Aha. 12-ə gəlirəm. Состоитdən sonra özündən sonra nə tələb edirdim? Состоит. Из. Все. Состоит из атомов водорода и кислорода. Хорошо. Нужный предлог. Делегаты приехали. Gəldiler. Burada bir yön olmalıdır. Simpoziumda bir proses olduğuna göre приехали на европейский симпозиум. Если я не ошибаюсь. Правильно? Aslında prosesdə nədən istifadə olunmalı? Просто хочу уточнить. Simpozium. Na. K olmur ki, mənə. Yox. K tərəfədir. Məntiqlə burada əslində na olmalıdır. Просто baxmaq istəyirəm, интересно, это не исключение или нет? На симпозиум. Да, на симпозиум, да. Да, на симпозиум, правильно. Делегаты приехали на европейский симпозиум. Elə bildiyimiz yön bildirmə məsələsi. Хорошо? Вот это. И да, что процессно.
12-də iz. Dedik də, Sənan, состоит izlə istifadə olunur. Делегаты приехали на европейский симпозиум. Дальше. 14. Müəlliməm, bəs Да. sual verə bilərəm Да, müəllimə? да, конечно. Na dedik. Məsəl üçün yoxlamaq üçün görüm mən bunu nadır yoxsa vıdır. Aha. Məsəl üçün ora s qoya bilərəm. Bir S, nutsa sim. məsəl üçün s Европейского simpoziumu olmur Da. axı iz uyğun gəlir. Из европейского симпозиума. Нет, kuzum. Vermisi deyil axı. Yox, Piyə bax. Xalid, vermisi başqa şeydir. Yox, o qarşılığı olaraq deyil. Amma yoxlamaq adı ilə deyə bilmərəm. Da, yəni ki, onu istifadə edə bilərsən. Yəni o cür yaza bilərik. Aha. Bax quzum. Mən yoxlamaq- adətən elə yazırdım, olar ona görə. Deməli qarşılığını qoyub yoxlayıb sonra yazırsan. Elə bir ki, hə, bilmirəm nanı qoyum yoxsa v-nı tutalım. Aha. Uyğun gəlmirsə, ikisindən biri, ikisi də uyğun gəlirsə. Aha. Məsəl üçün s var idi, nanı s ilə, v-nı izlə. Demirdiz Хорошо, qarşılığı. я поняла. Qarşılığı ilə yazın. Aha, bax ya mən sənin bunun bir yoxlama metodu olub olmadığını deyə bilmərəm. Bu konkret bir qayda olaraq bizdə var da. Əgər məsəl üçün sən simpoziumu na ilə istifadə edirsənsə, уже всё, bunun qarşılığı 100% уже na ilə istifadə olunsa qarşılığı 100% s-dır. Yaxşı, yəni ki, bu bir yoxlama metodu deyil də, quzum. Bu уже necə deyim, oturmuş şəkildə qrammatikada var. Amma məsəl üçün bax görsən. Amma yəni onu bildim müəllimə. O yəni demək istəyirəm ki, s simpoziuma düz olur onda. Bəli, belə bəli, çıxır, s bəli, da. simpoziumu. Əgər mən onunla ilə istifadə edirəmsə, qaydaya uyğun olaraq simpoziuma elə simpozium olmalı idi. Simpozium. Da, Hə, başa başa düşdüm. düşməm. Onu bilmək istədim ki, çünki belə tələffüz eləyəndə iz daha uyğun gəlir. Elə bir iz İndi simpoziumu. o уже bizim görsən Ona individual məsələmizdə. Başa Вопрос, правильно? Значит, математика играет важную роль, yadda saxlayın, в физике, физикада deyirəmsə, в физике. Работы в лаборатории получили новую аппаратуру. 15-i nə yazmışıq cavab olaraq? Для работы в лаборатории получили новую аппаратуру. Deməli, laboratoriyada olan iş üçün yeni aparatura qəbul olunub. Ay, səsim gəlir sizə? Ага. Да, всё. Получается, 14-й вариант D, роль в физике, и для работы в лаборатории получили новую аппаратуру. Хорошо? 14D, 15-də B вариантımız olacaq. Значит, на 16-м вопросе. На 16-й вопрос. Значит, на британской короне есть рубин. Britanska koronanın üzərində o rubin daşı var. Na ilə bildirirəm onu. Он известен на Востоке. На Востоке. Уже 600 лет под названием Xarac il Alan. Bax, bu под названием yadda saxlayın. Azərbaycanca deyirsə, məsəl üçün, Xarac il Alan adı altında istifadə olunur. Adlı. Bəli, adı altında və yaxud da adlı. Bax, biz onu deyirik под названием. Хорошо? А на Западе его называют Рубин Тимура. Итого получается на, под və на. Итого получится какой вариант? вариант. Е варианты. İyi. Leksikologiya это наука о языке, dil haqqında olan elmdir. Хорошо? Поэтому наука о языке, вариант Е. В течение лета, 18-ci sual. В течение лета я упорно готовился к экзаменам. Bax, sənə imtahanlara hazırlaşırdım. К экзаменам. Запомни, пожалуйста, хорошо? К экзаменам. Магомед, Müəllimə, да, üzr istəyirəm. Da. Ondan qabaq bir sual vardı, yazı ki. да. Siz bayaq dediniz ki, Samit Said məsələsində burada niyə olmur ki? Çünki ya orada iki səs verir və qabağımızda y hərfi var ona görə. Yazı ki, ümumiyyətlə y, yo, yu, yanın iki səs bildirmə məsələsi var. Bilmirəm, bakalavr dövründən xatırlayırsınız, yoxsa yox. Hal-hazırda bax y, yo, yu, ya yadda saxlayın. Bu 4 hərfimiz sözün əvvəlində saitlərdən sonra və tverdoy mягкий znakdan sonra gələndə iki səs bildirir. Və iki səs bildirəndə mən yanı iki səsə böləndə hansı iki səs ortaya gəlir? Y, a. Y это гласный или согласный? Согласный. Yəni samitdir. Samit olduğuna görə orada onu istifadə etməliyik biz. Bildim mən, çox sağ Bir olun. daha təkrarlayıram. Y, yo, yu, ya. Əgər sözün əvvəlində saitlərdən sonra tverdoy mягкий znakdan sonra gəlirsə iki səs bildirir.
Y, məsəl üçün yu, ya, yu, a, yu, u, nə bilim, nə qaldı orada? Yo, yu, o. Bax, bu səsləri bildirir və bu səsləri bildirdiyi zaman da orada avtomatik samit ortaya çıxır. Хорошо? Поэтому вот наука о языке. Хорошо? Bildim müəllimə. Да, Sağ sən olun. sağ Bəli. olsun. 18-də bax sənən qulaq as buna. Готовился к экзаменам. Deyirəm, imtahanlara hazırlaşır. Bax gördün, yönünü k ilə bildirirəm. Yadda saxla. Магомед не вернулся из магазина. Bir də из школы Vagif пришел сегодня рано. Из магазина, из школы, çünki hər ikisi v ilə istifadə olunur. İtava получается вариант E. 19-cu sual. Amma iz oradan gəlmək deməkdir. Bəli, məktəbdən. Значит, 19. Ренат стоял и ждал своего брата на остановке. Остановка, Моя сестра работает в университетской лаборатории. Çünki laboratoriya qapalı məkandır. Все spрашивали о результатах матча. Hamı maçın nəticəsi, rezultatı haqqında soruşurdu. Haqqından da nə ilə bildirirdim mən? Bildirirdim o ilə. İtava получается вариант E. Дальше, baxın 20. Da. Klassa ilə başlayanda o olur elə. Bəli, согласный ilə o olur. 20-ci sual. Bax, заплатили за покупку. Fikir verirsiniz? И вышли из магазина. Вариант E. Школьники играли в футбол, çünki idman oyunları ilə v istifadə olunurdu. На зеленом поле, çünki поле açıq məkandır. Правильно? Bildiyimiz çəmənlik mənasında. Поэтому получается вариант B. 21-də B variantımız olacaq. Итого получается подняться на гору, пригласить на вечер. Hal-hazırda вечерdə bir proses olaraqdır. Yəni ki, axşam yeməyinə mi dəvət edir bu, kampaniyaya mı dəvət edir? И взяться за ум. Вот вы запомните, взяться за ум, bu da bir frazeoloji birləşmədir. Yəni ki, ağıllanmaq. Mən məsələn deyirəm, возьмите за ум, пожалуйста. Возьмите за ум, yəni ki, ağıllan mənasında. Хорошо? Söz götür, tərcümə eləsək ki, ağılmı götür, ağıldanmı götür, bax belə tərcümə olunur. Но в любом случае переводится как ağıllan mənasında. Возьми за ум. Итого получается на, bir də Z. Итого B вариант. Каждый человек имеет право можно на что-то. Nəyəsə sizin haqqınız var. Иметь право на счастье. Так, соскучиться. Bax bunları deyim sizə, qeyd edin də, xahiş edirəm. Deyirəm sizə, yazın. Скучать. Qeyd edirsiniz. Скучать. Грустить. İçində yazsın da lötə görsənmir. Yo, mən yazmıram, siz yazırsınız. Скучать. Грустить. Bir də тосковать. Oyla yazılır. Тосковать. Скучать, грустить, тосковать. Yadda saxlayın. Bu üç feildən sonra po istifadə olunur. Скучать, грустить, тосковать. Bu üç feil özündən sonra po tələb eləyir. Po. Хорошо? Bir də nitq səhvi olaraq qeyd eləyin. Daha doğrusu düzgün variantını qeyd eləyin. Digər hər şey səhv olacaq. Скучать, грустить, тосковать по нас, по вас. Nas, vas. Əgər qarşınıza çıxsa, məsəl üçün, скучать, грустить, тосковать по нам, по вам səhvdir. За вам, за нами, за тобой hamısı səhvdir. Düzgün variant olaraq istifadə edirsinizsə, yəni по нас, по вас. Əsas bunları yadda saxlayın. Çünki digərləri biraz asandır. Скучать по мне, по тебе, по нас, по вас. Хорошо, bunlar yadınızda qalsın. Təkrarlayıram. Скучать, грустить, тосковать özündən sonra po tələb eləyir. Əsas da bu iki dənə söz birləşmə, iki dənə əvəzli yadda saxlayın. По нас, по вас. По нам, по вам. За вас, за нас səhvdir. Nitq səhvi hesab olunur. Хорошо? İmeyte в виду. Müəllim, ix ola bilməz. Скучать yox. По ним ola bilər. Скучать по ним. Хорошо? Po mütləq olmalıdır. Yoxsa səhvdir. Po'dan başqa da nəsə varsa səhvdir. Ancaq po ola bilər. Хорошо? İndi baxın, burada üçüncü cümlədə.
Он соскучился. Nə gəlməlidir ondan sonra? По своему. По своему своему. дяде. Хорошо. Итого получается, каждый человек имеет право на счастье. Значит, в ночь погода зашумела, и он соскучился по своему дяде. Итого получается вариант А. Хорошо? Так, 24-cü cümlə. У каких предложениях есть предлоги? Birdə var у берлоги. Летят на землю. Пришла весна в лес. Итого получается birinci, ikinci və dördüncü cümlələrimizdə B variantımız. 25'e gəlirəm. Скучать по родине. Bu dəqiqə dedik. Стоять у дома, evin yanında durmaq mənasında. И готовиться к экзаменам. Və yaxud da burada 2-də около дома da ola bilər idi. Возле дома da ola bilər. Fərqi yoxdur da. Итого получается скучать по родине. İndi burada imtahanlara hazırlaşırıq. Eksamen K ilə oldu. Bəli, bəli. Orada düzgün variantımız deyəsən Y variantı olur. Скучать по родине, стоять около дома, возле дома da ola bilərdi, у дома da ola bilərdi, amma hal-hazırda около var əlimizdə və готовиться к экзаменам variant Y. 26. Вчера Севиль была на концерте, а послезавтра пойдет в театр. Концерт на ilə istifadə olunur, teatr v ilə istifadə olunur. Получается вариант А. По праздникам мы едем либо в город, либо за город. Deməli, şəhər kənarına və yaxud da şəhərə. İndi hal-hazırda B variantımda orada za город var. Təkrarlayıram. По праздникам burada yəni ki, bayramlarda həmin bu prosesin hər bayram təkrarlandığını göstərir. По понедельникам я изучаю русский. Birinci günlər mən rus dilini öyrənirəm. Yəni hər həftənin birinci günü mən rus dilini öyrənirəm mənasında istifadə olunur. Хорошо, поэтому B вариант здесь получается. Prosesin təkrarlandığını göstərir bu. Yadda saxlayın. Так, мы приехали на стадион за 15 минут до начала матча. Deməli, za 15 minut 15 dəqiqə ərzində maçın başlamağına 15 dəqiqə qalmış. Bax, 15 dəqiqəyə qədər. Хорошо, до начала матча. За 15 минут до начала матча. 29. В каком предложении нельзя употребить предлог из? İz istifadə etmək olmaz. İzə biz necə istifadə edirdik? V-nın qarşılığı olaraq istifadə edirdik də normalda, правильно? A variantına gəlin baxaq görək. Deyə bilirəm, ona приходит из работы. Nə deməliydim normalda? Ben akşam С работы. С работы deməliydim. Deməliydi. Правильно? Все. Na'nın da qarşılığı olaraq biz s istifadə edirdik. Amma məsəl üçün из города, из Moskvы, из театра, из командировки istifadə oluna bilər. 30-cu sual. Доехал var burada. Доехал özündən sonra nə tələb eləyir? Do tələb eləyir. Доехал до стадиона за 20 минут. Я прочитал книгу за 2 дня. 2 gün ərzində kitabı oxudum. За 2 дня. И новый олимпийский комплекс откроют в следующем году. Gələn il açacaqlar. İnşallah o da olacaq variant C. Təkrarlayıram. Доехал до стадиона за 20 минут. Прочитал новую книгу за 2 дня. Новый олимпийский комплекс откроют в следующем году. Gələn il açacaqlar. Хорошо? Понятно? Хорошо. Все, отлично. Понятно.